Salam əziz bizim mixçi müdavimlərimiz. Bugün sizə etik davranış qaydalarına aid test nümunələrinin üzərində işləyək. Yəni təhsil aid sənədlər, etik fəsil 1-in testləridir bunlar. İlk öncə təhsil alanların vəzifəsini seçin deyir. Ümumiyyətcə mən sizə ən öncədən dərsləri izah edəndə demişəm, hazırlıq müdavimlərimizə də demişəm. Əgər bir insanın etməli olduğu bir şey şərt və məcburiyyət daşıyırsa bu vəzifədir. Etsə də olar, etməsə də olar, düşünürsə bu hüquqdur. Birinci, təhsil alan vəzifəsi deyirik. Dövlətin, cəmiyyətin, ailə özü qarşısında öz məsuliyyətini dərk etmək. Məsuliyyəti dərk etmək sözünü gördüksə götürürük, vəzifədir. Etik davranış qaydalarına, pedaqoji etika, əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq müəllimin işidir. Getdi. Təhsil alanların fiziki, psixi zorakılığın bütün formalarından qorumaq müəllimin işidir. Getdi. Təhsil müəssisəsi nizamnaməsinə, daxili nizam qaydalarına uymaq şagirdin işidir. Valideynlə əməkdaşlıq etmək müəllimin işidir. Sağlam həyat tərzi keçirmək şagirdin işidir. A variantı. Müəllim valideynlə ünsiyyət zamanı baş vermiş anlaşılmazlığı şagirdə bir üzə verir. Hətta bu hal şagirdin nailiyyətlərin qiymətləndirməsinə təsir edir. Qiymətləndirməyə təsir etsə, burada nə var? Qərəz. Əgər biz valideynə görə uşağın qiymətini kəsiriksə, kiməsə görə uşağın qiymətini kəsiriksə, bu nə oldu? Qərəz. Doğru fikri müəyyən edək. Təhsil proqramında müxtəlif fənlər üzrə ümumi təlim nəticələri əks olunur. Yəni, nə oldu? Başlayan kimi doğru fikir çıxdı qabağımıza. Təhsil proqramında nələr əks olunur? Müxtəlif fənlər üzrə ümumi təlim nəticələri, tədris təhsil proqramında təlim nəticələri. Digərlərinə baxaq. Fən kurikulumda standartlar müəllimə hazır şəkildə təqdim olunmur. Summativ qiymətləndirmənin əsas məqsədi müəllimin fəaliyyəti müəyyənləşdirmək deyil, şagirdin irəliləmələrini və geriləmələrini müəyyənləşdirməkdir. Müəllimlər istədikləri formada alt standartları dəyişə bilərlər. Alt standartları dəyişə bilmirlər. Alt standartların, necə deyim, standartın özünü dəyişə bilmirlər. Sadəcə bir alt standart götürüb ondan müxtəlif təlim nəticəsi çıxarda bilirlər. Üçüncü isə məzmun xətləri dərsin təlim nəticələrinin məzmun xətləri dərsin təlim nəticələrinin ifadə formasından biridir. Xeyr. Alt məzmun xətti dəyişməzdir, leytmotivdir, bünövrədir, heç vaxt dəyişmir, əsas istiqamətlərdən biridir. Sonra, müəllim tədris prosesinə yeni mövzunu izah etsə də, şagirdlərə biliklərin möhkəmləndirilməsi ilə bağlı heç bir tapşırıq vermir. Həmçinin şagirdlərin dərsin necə mənimsəməsini də yoxlamır. İşarə qoyun, bax sizdə mənim kimi test yazanda. Müəllim daha çox dərs prosesində özü danışır, demək şagirdi nəzərə almadı, öyrədici, inkişaf etdirici və tərbiyə edici olmadı dərs. Şagirdlərin marağını nəzərə almır. Aşağıdaşlardan doğru fikirləri müəyyən edin. Müəllim şagird maraqlarını nəzərə almamaqla bir neçə pedaqoji tələbi pozmuş olur. Bu doğrudur. Şagird yönümlülük, şəxsiyyət yönümlülüyü pozdu. Müəllim mədəni davranış etik prinsipi, mədəni davranış etik prinsipi nə idi? İradları, tənqidləri qəbul etmək, fikirləri, etirazları olarkən ən nitq etiketlərinə, danışığına, hərəkətinə fikir vermək. Burada elə bir problem yoxdur. Müəllim vicdanlı davranış. Burada vicdanlı davranış da yoxdur. Vicdanlı davranış olar ki, müəllim ümumiyyətcə dərsinin tədrisində problemə yol verərdi, dərsini keçməzdi, məsuliyyətini yerinə yetirməzdi. Bu da deyil. Doğru fikirləri müəyyən edin. Yox, bu var burada. Vicdanlı, düzdür də, elə dərsi tam tədris etmir. Vicdanlı getdi. Keyfiyyətli təhsil vermək hüququ burada hüquq qaidə yoxdur. Bu olacaq B variantı. Beşinci fikir. Beşinci sual. Hansı fikir doğrudur? Baxaq. Bölmə üzrə summativ qiymətləndirmənin həyata keçirilməsi məzmun xəttini təmin edir. Baxın. Bölmə üzrə summativ qiymətlərin keçirilməsi məzmun xəttini əhatə edir, təmin edir. Xeyr, alt standartı təmin edir. Bu getdi. Alt standart dövlət tələbi olduğundan müəllim fəaliyyətində
alt standart dövlət tələbi olduğundan müəllim fəaliyyətində onu əsas götürməlidir. Bəli, müəllim şagirdlərin qiymətləndirilməsində, onların təlim nəticələrinin yoxlanmasında alt standartı götürməli, doğrudur. Digər variantlara da baxaq, niyə doğru olmadığını deyək. Dərsin məqsədi keçəcək mövzusu əsasında, xeyir təlim nəticəsi əsasında müəyyənləşdirilir. Alt standartın dəyişməsi şagirdlər onun tələbinə nə qədər cavab verdiyi ilə bağlıdır. Alt standartın dəyişməsi məzmun xəttinin genişlənməsi ilə, mövzuların əhatəliyi ilə əlaqədardır. Müəllim alt standartı şagirdlərə təqdim etməklə onları dərsə cəlb etmiş olur. Xeyr, belə bir dərsə cəlb forması yoxdur. Təlim nəticəsindən cəlb eləyə bilərik uşağı. Kurikulumla bağlı verilənlərdən biri yanlışdır. Təhsil proqramı tərtib edildikdə diqqət edilməli məqamlardan biri şagirdlərin fərdi ehtiyaclarının nəzərə alınmasıdır. Kurikulumun əsas məqsədi nədir? Şəxsiyyət yetişdirmək. Şəxsiyyət də kimə yönəlib? Şagirdə. Demək, bu doğrudur. Bunu çıxdıq. Təhsil proqramı dövrün tələbinə uyğun baş verən yeniliklər daxil edilməlidir. Düzdür, təhsil proqramına dövrün tələbinə uyğun yeniliklər daxil edilməlidir. Hətta birinci mövzuda standartlar nə üçün dəyişir mövzusunda mən onu vurğulamışdım. Təhsil proqramında məzmunun həyatla sistemli şəkildə əlaqələndirilməsi bəli, inteqrativ olmalıdır, əlaqəli olmalıdır, sistemli olmalıdır. Bu da doğrudur. Təhsil proqramının sabit olması onun tərtibinə bir əsas xəttdir. Xeyr. Təhsil proqramı sabit deyil, dəyişikliklər varsa, yeniliklər varsa daxil olunur. Təhsil proqramının əsas prinsipləri nəticə yönümlüdür. Bəli, bizim təhsilimiz nəticə yönümlü təlimə yönəlibdir. Demək, burada yanlış olan D variantı oldu. Keçək digərinə görə. Çox sağ ol. Digərinə keçək. 8-ci sualımız, 7-ci sualımız. Bir müddətdir ki, şagirdin dərsə davamiyyəti ilə bağlı qeyri-stabillik müşahidə edilir. Müəllim bu haqda məlumatı olsa da heç bir tədbir görmür. Hansı fikir doğrudur? Şagird pedaqoji isə burada hörmətə aid heç bir şey yoxdur. Şagird üzürsüz səbəblərdən dərsdən yayınma hallarına yol vermək hüququnu pozur. Müəllim ictimai etimad etik prinsipi, burada ictimai etimad aid heç bir şey yoxdur. Dərsdən yayınma halıdır, uşağın hüququ yox, vəzifəsidir. C. Şagird dövlət təhsil standartlarına uyğun biliş bacarıqlara yiyələnmək. Bu tədrislə əlaqədardır. Uşaq dərsini o hazırlıqlı gəlmirsə, uşaq dərsini oxumursa biz bu variantı götürə bilərdik. Bu da getdi. Şagird üzürsüz səbəbdən dərsdən yayınmaqla vəzifəni pozur. Gördünüz, burada istədiyim hüquq deyil, o vəzifədir. Müəllim vicdanlılıq etik prinsipini pozur. Vicdanlılıq nədir? Müəllim öz fəaliyyətini həyata keçirərkən bütün özünə düşən öhdəlikləri yerinə yetirməlidir. Əgər uşaq təhsildən yayınırsa, müəllim nə etməlidir? Onun haqqında rəhbərliyə xəbər verməlidir. Uşağın niyə yayındığını bilməlidirlər. Bəlkə uşağı heç məktəbə gəlməyə qoymurlar. Sinifdə şagirdlər arasında konflikt yarandı. Müəllim konflikti müşahidə etsə də heç bir reaksiya vermir. Müəllim nəyi pozur? Burada baxın, A variantı düz gəlmir. Fəal vətəndaşlıq nə var ki, burada deyir? Müəllim təhsil alanlarda fəal vətəndaşlıq yoxdur. İkinci varianta baxın. Müəllim məktəb rəhbərliyi və psixoloqla əməkdaşlıq, burada əməkdaşlıq yoxdur. Hələ bir tədbir gör, lazım olarsa əməkdaşlıq elə. Müəllim təhsil alanların təhlükəsizliyini və sağlamlığının mühafizəsində iştirak etmək vəzifəsini yerinə yetirmir. Yəni, müəllim şagirdləri konfliktdən qorumur. Konfliktdən sonra fiziki bullyingə çevrilə bilər. Bunun qarşısını almır. Burada əxlaq və ya bir şey norma yoxdur. Müəllim valideynlə əməkdaşlıq edəcək bir hal yoxdur. 9-cu suala baxaq. 9-cu sualımız necədir? Fən kurikulumunda bizə doğru fikir istəyir. Fən kurikulumunda alt standartların dəyişməsi biliş bacarıqların mürəkkəbləşməsi ilə birbaşa asılıdır. Standart yoxsa niyə dəyişsin ki? Demək, mürəkkəbləşir ki, dəyişir də. B variantda baxaq. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək təhsil verənin hüququ deyil. Biz hər birimiz təhsil siyasətini həyata keçirmək, o bizim vəzifəmizdir.
Tələbyönümlülük şagirdin gün ərzindəki dərslərini, tələbyönümlülük şagirdin gün ərzindəki dərsləri müəllimin izahatı və dərslikdən istifadə etməsidir. Xeyr, tələbyönümlülük təhsilin nəticəsi, məhsulu olması, dövlətin, cəmiyyətin tələblərinə uyğun olması deməkdir. Müəllim təhsil qanunun tələbinə uyğun olaraq alt stand dəyişiklik edə bilər. Müəllim alt standartda dəyişiklik edə bilmir, təlim nəticələrini dəyişir. Yəni özünə uyğun hədəfə çatmaq üçün doğru təlim nəticəsi qoyur desək daha düzgün olar. Tədris olunan mövzular şagirdlərin tələb olunan bilik bacarıqları formalaşdırmaq üçün bir vasitədir. Bəli, təlimin əsas məqsədi şagirddə bacarıq, bilik yox, əsas bacarıq formalaşdırmaqdır. Bilik və bacarıq sistemli olmalıdır. Baxın, bu tipli cədvəllərdə doğrunun altından doğruluğu, yanlışın altına yanlışı seçmək. Yəni, doğrunun altına yalanı yox, doğru olanı, yalanın altına yalan olanı seçəcəyik. Birinci, müəllim, şagird və valideynlərlə ünsiyyət zamanı xoşagəlməz zarafatlardan, vulqar sözlərdən istifadə edir. Bu zaman müəllim nəyi pozur? Əlbəttə ki, mədəni davranışı müəllim poza bilməz. Doğrudur, pozur deyir, doğrudur. Sinifdə ailədaxil problemi olan, risk qrupuna daxil olan şagird oxuyur. Buna görə müəllim uşağı münasibəti mənfidir. Bu yanlışdır. Mənfi ola bilməz, ayrı seçkilik yoxdur. Doğrunun altından doğru olanı tapdıq. İndi yanlışın altından yalan olanı tapaq. Şagirdlər, sinifdə şagirdlərdən 2 yaş böyük olan şagird hər kəs məsxərəyə qoyurdu, uşağı araya qoyurlar. Müəllim bu zaman heç bir irad bildirmir, mədəni davranış pozmur. Bu yanlışdır. Müəllim nəyi pozur? Şagirdlərin təhlükəsiz sağlam mühitdə yaşamasını. Demək, bu yanlışın altına yanlışı da tapdıq. Yanlışın altından bir dənə də doğru var. Müəllimin məktəblər arası yarışda öz məktəbini tərifləməklə digər müəllimlərin şagirdlərinin savadsızlığından bəhs edir. Loyallığı pozur. Bu doğrudur. Ona görə bunu götürmürük. Doğrunun altından yanlışı götürmək. Demək, 1 və 3. A variantı. Keçək 11-ci suala. Mədəni davranış, loyalıq, ictimai etimad qoyub biz variantlardan bunları tapacağıq. Müəllim dərs zamanı şagirdlərin fərqli yanaşma və düşüncələrini qəbul etmir. Öz fikirlərini şagirdlərə aşılamağa da çalışır. Mədəni davranışı pozdu. İkinci, müəllim yeniləmiş dərsləri bəyənmədiyini sosial şəbəkələrdə bildirir, loyallığı pozur, lazım olan qurumlara müraciət etmək lazımdır. Bir dənə qaldı C, müəllim peşə nüfuzunu möhkəmləndirməyə borcludur, bu da ictimai etimaddır. 1-ə A, 2-yə B, 3-ə C, Y variantında. 12-ci suala baxaq. Müəllim dərsdə müharibə zamanı insan hüquqlarının pozulması ilə bağlı debat təşkil etdi. Bu situasiyada müəllim şagirdlərin hansı səriştəsini formalaşdırır? Pedaqoji prosesin təşkilinə verilən tələb. İlk öncə burada elə gözümüzə birbaşa əgər hüququn pozulmasından gelir, hüquq pozulması varsa, hüquq sözü varsa demək demokratiyadır. Tap götürdüm demokratiyanı. Demokratik insan, azad insan, sözünü deyə bilən insan, hüquqlarını qoruya bilən insan da şəxsiyyət yönümlü insandır. Variant. Keçək digər səhifəmizə. 13. Yenə doğrunun altından, doğrunun yalanın altından yalan tapacağıq. Doğru olan axtaraq birinci. Təhsil verən sosial media hesablarında onun İşlədiyi müəssisə adına xələl gətirən video, material paylaşmamalıdır. Doğru. Müəllim vəzifə funksiyalarının icrası zamanı insan hüquq və demokratik əməl etməli ictimai etimaddır. Xeyr, ictimai etimad deyil. Bu, hüquq və azadlıqların qorunmasıdır. Sonra baxırıq. Yanlışın altına yanlış axtarıq. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına, nüfuzuna, eləcə də təhsil müəssisəsi işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətə yol verməməlidir. Müəllimin adına peşə nüfuzu deyirsə, bu ictimai etimaddır, bu getdi. Yəni, bu doğrudur. Daha doğrusu, səhv danışdım. Müəllim adına və nüfuzuna eyni zamanda müəssisə sözü bir yerdə çəkirsə, bu loyallıqdır, bu doğrudur. Biz doğrunun altından yanlış axtarırıq. Fikrimi düzgün ifadə eləyə bilmədim. Müəllim təhsil alanlara qarşı xeyirxah, təmkinli olmaqla, tənqidi fikirləri qəbul etməklə qərəzsizlik yox, mədəni davranışdır. Yanlışın altından da yanlışı tapdıq. Demək, 4 yanlışdır. 1 doğru, 4 yanlış, 1 4 olacaq. 13 D variantı.
Yanlış fikri müəyyən edin. Səhv olan axtarmalıyıq. Rəhbərliyinin qanuni göstərişlərin müəllim tərəfindən həyata keçirilməməsi, bəli, əgər qanuni göstəriş varsa, qanuni dərs keçməklə bağlı, valideyn iclası etməklə bağlı və s. qanunla belə deyək, nizamlanmış bir hadisə varsa, onu görmürüksə, bəli, intizam məsuliyyəti var burada. Demək, bir doğrudur, bizə yanlış olan lazımdır. Etik davranış qaydalarını pozduğu üçün əmək müqaviləsinə xitam verilmiş müəllim bir daha işləyə bilməz. Xeyr, müəyyən bir müddət var. 5 il, 1 il baxır maddəyə. Həmin maddə bitdikdən sonra ola bilər. Yəni məşğul ola bilməz, yanlışdır. Biz doğru fikir axtarırıq. Bu yanlışdır. Elə bunu tapdığımız üçün ardını getməyək. 15-ci sual yenə doğrunun altından doğru, yalanın altından yalan tapırıq. Məzmun xəttinin mənimsənilməsi nəzərdə tutulan əvvəlcədən müəyyənləşdirmiş təlim nailiyyətlərin konkret bir səviyyəsidir. Xeyr. O standartın təlim nəticəsinin izahıdır. Bu getdi. Biz doğrunun altına doğru axtarırıq. Deməli, avtomatik ikinci doğru olacaq. Birinci yanlışdırsa. Məzmun standartı şagirdin bilik, bacarıq və vərdişlər səviyyəsinə qoyulmuş dövlət tələbidir. Doğrudur. İndi yanlışın altına yanlış axtaraq. Təlim nəticələrini həyata keçirmək üçün təlim nəticələrini həyata keçirmək üçün müəyyənləşdirilmiş məzmunun zəruri hissəsi məzmun xəttidir. Doğrudur. Doğrudur. Xeyr, doğru deyil. Doğrudur. Daha doğrusu bizə yanlış lazımdır. Məzmun xətti tədrisin iyerarxiyası olub, sinifdən sinifə keçsə dəyişə bilər. Məzmun xətti ömür boyu dəyişmir. 2-4. Deməli, təlim nəticələri həyata keçirmək üçün müəyyənləşdirilmiş məzmunun zəruri hissəsidir. Təlim nəticəsi və məzmunu həyata keçirmək üçün müəyyən olmuşdur. Məzmun standartı dövlətin şagirdlərin bilik, bacarıq və vərdişlər səviyyəsinə qoyulmuş tələbdir. Bax, bunlar doğru olanlardır. Yenə doğrunun altından doğru, yalanın altından yalan tapaq. Bunu sizə buraxıram. 16-cı sualı özünüz yazıb, özünüzü yoxlayarsınız. Görün, tapa biləcəksinizmi? 17-ci sual. Müəllim qrup işi zamanı qaydaları müəyyənləşdirilir. Qrup işində iş bölgüsünün şagirdlərin özləri tərəfindən edilməsinə şərait yaradır və heç bir müdaxilə etmir. Bu situasiyada müəllim hansı səriştəni formalaşdırır və pedaqoji prosesin hansı təşkilinə verilən hansı tələbi reallaşdırır? Baxın, deməli müəllim şagirdlər arasında vəzifə bölgüsünə icazə verirsə, onların öz işlərini görməyə, özləri arasında iyerarxiya, dostluq, münasibət yaratmağına, qrup yoldaşı seçməyinə kömək edirsə, demək əməkdaşlıq sözü olmalıdır. Uşaqlar bir-biri ilə nə edir? Qrup yaradanda əməkdaşlıq edir. Əməkdaşlıq, baxdım, əməkdaşlıq buradadır. Və şagird özü seçirsə, hər şeyi özü edirsə, şagird yönümlülük. Universitet yataqxanasına müxtəlif ölkələrdən olan bir qrup tələbə gəlir. Yeni gələn tələbələrin bayramlara, geyimlərə və qidaya münasibətləri digərlərindən fərqlənir. Digər tələbələr bu fərqləri anlayışla qarşılayır, onların ünsiyyət qurmaqdan məmnun olduqlarını açıq şəkildə göstərirlər. Baxın, heç burada fikirləşməyə ehtiyac yoxdur. Başqa ölkədən gələn uşaqlara hörmətlə yanaşırlar. Demək, fərqli insanlara hörmətlə yanaşırlarsa, fərqli mədəni, xüsusiyyət və dəyərlərə hörmətlə yanaşırlar. Bircə iş yoxdur, cəmiyyət qarşısında öhdəlik yoxdur, öz milliyyətin öndə tutma yoxdur, ictimai məsələ yoxdur. Fərqli mədəni xüsusiyyətlərə hörmətlə yanaşma var burada. Bu da belə, digər səhifəmizə keçək. Sinifdə şagirdlərdən biri davamlı şəkildə digər iki yoldaş tərəfindən incidilir. Müəllim bu hal müşahidə etdiyinə baxmayaraq heç bir tədbir görmür, düşünür ki, bu işlə məşğul olmaq vaxt ikisinə səbəb ola bilər, əsas diqqəti dərsə yönəldirir, səhvdir. Ümumpedagoji tələblərdən deyir, doğru olanı deyir, seçin, doğru variantı. Pedagoji tələblərdən təhsildə bərabər imkanların yaradılması. Burada bərabər imkanların yaradılması deyə bir şey yox. Bərabər imkanların yaradılması nədir? Hər bir şagirdin təhsil müəssisəsinin və təhsil verənin bütün belə deyək, faydalarından bərabər istifadə etməsi bu yoxdur.
Müəllim təhsil alan müstəqil həyata və əmək burada əməyə aid, əmək fəaliyyətinə aid heç kim yoxdur. Müəllim şərəf və ləyaqətinə hörmətlə yanaşma hüququndan istifadə etmir. Burada müəllimin şərəf və ləyaqətinə aid heç bir şey yoxdur. Burada ümumi pedaqoji tələblərdə dəstəkləyici mühit pozulur. Bəli, pedaqoji prosesin prinsiplərindən uşaqlarda dəstəkləyici mühit, yəni sağlam psixoloji mühit pozulur. Müəllim təhsil alan fiziki psixi zorakılığın müxtəlif formalarla qorumalıdır, vəzifəsini yerinə yetirmir. Bəli, 5 və 6. D variantı. Uyğunluq pozulmuş. Yəni doğru yazılan yanlış olmalı və ya yanlış doğru yazılan doğru olmalıdır. Baxaq. Müəllim sosial mənşəyinə görə təhsil prosesinin iştirakçılarına fərq qoymamalıdır. Fərq qoymamalıdır. Fərq qoymursa, bəli, qərəzsizdir, doğrudur. Qərəzsizin qabağına doğru yazılır. Prost işarəyə mən X qoydum, belə qoyum. Bu doğrudur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Qanunçuluq deyil, bu ictimai etimaddır, bu yanlışdır. Yanlışın qabağına yanlış yazılıb, demək bunu götürməyə bilərik. Doğrunun qabağına doğru, yanlışın qabağına yanlış yazanda pozulmuyub. Pozulmuşdur ki, yanlışın qabağına doğru yazılsın. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir halda aradan qaldırmalıdır. İctimai etimad deyil, bu şəxsi məsuliyyətdir. Bu daha doğrusu ictimai etimaddır, doğrudur. Biz doğrunun qabağından yanlış axtarırıq. Müəllim vəzifəsinə aid olmadığı hallarda dövlət orqanlarının fəaliyyəti əlaqədar tənqidi və ictimai mülahizələrdən çəkilməlidir, loyallıqdır. Doğrudur, amma doğrunun qabağına yazıb yanlış. Doğrunun qabağına yanlış yazıb. Ona görə də D variantıdır. Müəllim şagirdin son zamanlar dərsə gecikməyi ilə bağlı valideynlə əlaqə saxlamış və müəyyən məlumatlar əldə etmişdir. Şagirdlərlə etdiyi iclasda müzakirəyə çıxartdı. Nəyi pozdu? Konfidensiallığı. Yəni nəyi pozdu? İnsanların hüquq və azadlıqlarına hörmət. Əgər biz uşaqla bağlı bir sirri ictimai olaraq açıqlayırıqsa, nəyi pozuruq? İnsan hüquqlarına hörməti pozuruq. Bax, bunu da sizə buraxıram. 22-ci sualı özünüzə izah eləyərək yoxlayın. Bayaq yazdığımız sualdandır. Doğrunun qabağına, doğru yanlışın qabağına yanlış yazılmalıdır. Əgər doğrunun qabağına yanlış yazılırsa, sual səhvdir. Uyğunluq, şagird yönümlülük, inkişaf yönümlülük, pedaqoji prosesin tamlığı. Şagird yönümlülük, şagirdin marağının nəzərə alınması, inkişaf yönümlülük, şagirdin nailiyyətlərinin izlənməsidir. Pedaqoji prosesi təhsilin öyrədici, təbliğci və inkişaf etdirici olmasıdır. Baxaq. Şagirdlərin təhsil tələbatlarının ödənilməsi onların istedadlarının reallaşdırılmasına yönəlmişdir. Demək, əgər şagirdə yönəlibsə, nə olacaq? Demək, 1-ə A düz gəlir. İnkişaf yönüm 2-yə baxaq. Pedaqoji proses təlim məqsədlərin kompleks, yəni öyrədici, tərbiyəci və inkişaf etdirici demək tamlıqdır. 2-yə C düz gəlir. Nailiyyət sözü var. Nailiyyət sözü varsa da 2-yə də B düz gəlirdi onda. 2-yə də B düz gəlir. Nailiyyət sözü varsa inkişaf yönümlülükdür. Kompleks öyrənmə varsa tamlıqdır. Şagirdin istedadına, şagirdə yönəlibsə də şagird yönümlülükdür. Açar sözündən yadınızda saxlayın. Müəllim şagirdlərə esse yazmağın strukturunu öyrətməyi hədəf qoyur. Lövhədə 5 fərqli mövzunun adını qeyd edək şagirdlərə bildirir ki, hər kəs özünə maraqlı mövzu haqqında esse yazsın. Bu vəziyyətdə müəllim ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblərdən hansını əməl etmiş olur? Baxaq 24-cü suala. Etmiş olur. Təlim prosesində məqsəd, məzmun və fəaliyyətin bir-birlə əlaqəli qurulması. Burada esse yazmağın buna nə aidiyyəti var? O müəllimin fəaliyyətinə aiddir. Şagirdlərdə idraç bacarıqlarının mərhələ şəkildə inkişaf etməsi. Burada esse yazmaq idraçı bacarıqların mərhələli şəkildə inkişaf etdirilməsi ilə əlaqəli deyil. Bütün şagirdlərə eyni şərtlərin bu bərabərlikdir. Bu inkişaf yönümlülükdür, bu bərabərlikdir. Bu inteqrasiyadır. Şagirdlərin özlərini rahat, bu təhlükəsizlik mühitin yaradılmasıdır. Özlərini rahat və təhlükəsiz hiss etdikləri mühit bu heç. Şagirdlərin maraq, meyl və fərdi seçimlərin nəzərə alınması. Niyə görə alınmasıdır? 5 fərqli mövzu yazıb mı müəllim?
və şagird də istədiyini seçib yazacaqmı onun içindən. Müəllim demir də mən verdiyim anaya aid, vətənə aid, nə bilim, nəyə aid, qəhrəmanlığa aid, şəhidlərə aid yaz demir ki. 5 mövzu qoyur, deyir, ürəyiz hansını istəyir, onu da yazın. Və nəhayət sonuncu səhifəmizə baxırıq. Məktəbdə nüfuzlu olan Sevinç müəllim haqqında sosial şəbəkələrdə əsassız iddialar yayılır. Bəzi valideynlər narahatlıq keçirir və məktəb rəhbərliyinə müraciət edirlər. Müəllim vəziyyəti sakit qarşılayır, valideynlərlə görüş təşkil edir, şəffaf şəkildə izahat verir. Müəllim öz adını qoruyur, gördünüz? Öz adını qorumaq üçün çağırırmı valideynləri, onlarla iclas keçirdirmi? Nə olacaq? İctimai etimad. Müəllim öz adını qoruyur. Onlara şəffaf şəkildə nələr baş verdiyini izah edir. Müəllim şagirdlərin potensialını müəyyənləşdirmək məqsədi ilə fərqli düşünmə və yanaşma tələblərinə uyğun tapşırıqlar təqdim edir. Şagirdlərin potensialını nəzərə alır. Şagird marağı, şagird potensialı, şagird sözü varsa şagird yönümlülük. Paralimpiya oyunları haqqında təqdimat edən şagird sonda hər kəsin idmanla məşğul olmaq haqqı var fikrinə səsləndirir. Bu situasiyaya görə müəllim şagirddə hansı səriştəni formalaşdırılır? Deməli, uşaqlar, əziz müdavimlər, əgər bir insan sağlamlığında problem oldu, olmadı, hər kəsin ixtiyarı var deyirsə, bu hüquqdur da. Demək, burada hüquq sözü bir dənə A variantına keçir. Niyə görə inklüzivlik? İnklüziv insanlar necə idi? Sadəcə fiziki məhdudiyyətli olmayan, hər cür, hər sosial tipdə, iqtisadi, sosial vəziyyətdən asılı olmayaraq, psixoloji vəziyyət asılı olmayaraq hər kəs idi də. Amma burada sırf fiziki qüsurla, paralimpiya bilirsiniz ki, fiziki qüsurlar üçündür. Burada elə inklüziv sözünü açar söz kimi qəbul edə bilərik. Müəllim valideynlə ünsiyyət zamanı baş vermiş anlaşılmazlıq şagirdə bir üzvə. Bunu bayaq düşmüşdü axı. Bu olacaq qərəzsizlik. Əgər müəllimin valideynlə olan problemi uşağa yansıyırsa, bu qərəzsizlikdir. Aşağıdakı fikirlərdən hansı yanlışdır? Baxın. İbtidai təhsil səviyyəsində sərbəst təhsil alma formasında istifadə olunması mümkündür. Sərbəst təhsil alma ibtidai sinifdə mümkün deyil. Estağfurullah, mümkündür. Ağlım gedir, mümkündür. Elə o bizim məktəbdə də var idi bir uşaq. O 2-ci sinifdən valideynləri dindardır deyə uşağı məktəbdən çıxartmışlar. O yenidən geri qayıdıb təhsil alır. Yəni bax belə bir hadisə var. Bütün təhsil səviyyələri və pillələri üçün keçərlidir. Biz yanlışıq da, mən doğrunu götürürəm. Təhsil alanlar və təhsil verənlərin məktəb daxili nizamnaməsinə əməl etməlidirlər. Doğrudur. Hər kəs əməl etməlidir məktəb daxili nizamnaməyə. Ümumtəhsil pilləsinin istənilən səviyyəsində təhsil alan hər bir şagird psixoloji yardım ala bilər, hətta müəllimlər də ala bilər. Şagirdlər summativ qiymətləndirmənin nəsə narazı olduğu halda şagird və valideyn hər ikisi və ayrı da şagird özü və ya valideyn özü düşünürsə ki, mənim uşağım qiyməti səhvdir, yenidən qiymətləndirmə tələb edə bilər. Təhsil alanlar ən azı ildə bir dəfə bilik yarışında iştirak etməli deyirlər. Könüllüdür, etsə də olar, etməsə də olar. Baxaq, uyğunlaşdırmanı seçəcəyik, alt standart məzmun xəttinə düzgün gələnləri bir-bir seçəcəyik. Təlim nəticələrini reallaşdırmaq üçün müəyyən edilmiş məzmunun əsas hissəsi olacaq. Məzmunun əsas hissəsi məzmun xəttidir. Bax, açar söz kimi yazılır. Məzmunun əsas hissəsi məzmun xəttidir. Demək, 2-yə A düz gəlir. Təhsil səviyyələri üzrə dəyişməz olaraq qalır. Təhsil səviyyələri üzrə dəyişməz olaraq qalır. Olacaq məzmun xətti. Sonra şagirdin bilik, bacarıq və vərdişlərinə qoymuş dövlət tələbidir, standarta aiddir. Bu birəcə. Fənnin əsas istiqamətini, məzmunu müəyyən edən ana xəttir, məzmun xətti. Siniflər üzrə summativ qiymətləndirməni alt standart. Ümumiyyətcə standart. Qiymətləndirmənin ümumiyyətcə standart. Demək, birə C-yə 2A, B, D, A variantı.
Bəli, əziz müdavimlər, bununla da fəsil 1-də bu etik davranışa aid olan məzmun xətti alt standart, buna aid olan mövzuların fəsil 1-in testləri bitdi. Növbəti MİQ üçün olan dərslərimiz və mövzularımız davam edəcək. İbtidai riyaziyyat kurikulum bütün fənlər üzrə və laboratordan işə qəbul imtahanı üçün eyni zamanda UBR-lərin işə qəbul imtahanı üçün müraciət edə bilərsiniz. İstədiyiniz mövzunun izahı, istədiyiniz testin izahı ilə bağlı rəylərə yaza bilərsiniz. Videolarımızı bəyənərək və dostlarınızla paylaşaraq kanala dəstək ola bilərsiniz. Çox sağ olun.